Avtomobilin necə işlədiyinə yəqin ki, diqqət elədiniz. Kəskin priboyluq var, benzin sərfiyyatı qalxıb. Maşın svetoforda və yaxud da ki, profkada qalanda çox titrəyir, hətta sönmə halları olur. Benzin sərfiyyatı da ki, 1-5 qalxıb. Yəni, bu kimi problemlər bilirəm ki, bir çoxunuzda var. Müştərilərin əksəriyyəti də deyir ki, videolarda görmüşəm, o stəkanı su ilə doldurub qoyursam, motor elə ideal vəziyyətdə işləyir. Mənim maşınımı da elə düzəlt. Yekunda baxarıq vəziyyətə. Deməli, başlayırıq yavaş-yavaş işlərini görməyə. Sizə də göstərirəm. Bax, zaslonka bu gündə. Germetka ilə bağlanılıb üstünə. Əslində bunun bir sannik olmalıdır. O sannik də yoxdur. Həm də çikli vəziyyətdədir. Sonra, Forsunkanın boltların ikisi normaldır. Zavaskoya yəqin ki, bilirsiniz ki, burada ulduz boltlar olur. Problem yoxdur. İstənilən 10 bolt da bağlamaq olar. Amma yerin sərvatı edildir. Buradan baxın. Görürsünüz. O bu hissəsi qırıqdır. Ona görə də Forsunkanı tam sıxa bilmir deyənə Forsunkanın diblərindən başlayır hava çəkməyə. Forsunkalar da bərbad vəziyyətdədir. Çox ki, maşın çoxdan da yuyulmur. Onu da söküb yuyacağıq. Sveçalardan indi söküləm, göstərəcəm sizə. Bu maşının üstündən çıxan sveçalar rahat 2 ildir dəyişilmir. Forsunkalarla bir yerdə. Sveçalarını dəyişirik. Hamısı yenisi ilə əvəz olunacaq. Zaslonkası yuyulub təmizlənib ideal vəziyyətdə. Zaslonkanın bax belə sannik olur. Bunu da qoymaq lazımdır. Belə bir tranik olur. Traniki dəyişmək lazımdır. Müəyyən şeylər var ki, onlara diqqət eləmək lazımdır. Bu tranik hər cür firmada olur, amma yaxşısını tapıb qoymaq lazımdır. Çünki təzə qoymağımıza baxmayaraq yenə də başlayır buradan hava çəkməyə. Forsunkalar da stentdədir. Bərbad vəziyyətdədir. Yuyulub təmizlənir xüsusi dərmanla. Sveçalarını da bağlayacaq inşallah. İşləri yekunlaşdırıb axırda xodlayıb baxacaq vəziyyətə. Demək olar ki, işimizi yekunlaşdırmışıq. Maşını xodlamamışdan qabaq smog test aparatı ilə tüstü test edirik. Görək mühərrikdə hava sızıntısı var, yoxsa yoxdur. Yaxşı da ki, eləmişik. Deməli, buradan zaslonkaya keçən bir dənə şlanq var. Bax, bu şlanq. Bu şlanq quruduğuna görə görürsünüz necə taxtaya dönüb. Başlayır boğazından hava çəkməyə. Amma əslində o şlanq bax, belə yumşaq olmalıdır. Bunu dəyişəcəyik. Təkrar yoxlanış olacaq. Bütün problemləri aradan qaldırıb yekunda xodlayacaq. Bu da işimizin yekunu. Suyu qoyuruq, qardaş. Görürsünüz necə ideal vəziyyətdə işləyir. Diqqət edin, maşın xoddadır. Bəziləri rəydə yazır ki, maşın xodda deyil, amma maşın hal-hazırda xoddadır. Suda da heç bir titrəyiş yoxdur. İdeal vəziyyətdə də işləyir. Xeyirli uğurlu olsun.